Son qatar hekayə 2019-cu ilin qışı idi. Gəncə vağzalında hava dondurucu soyuq idi. Platformada az adam vardı. Saat gecə 23:40-ı göstərirdi. Son qatar birazdan gələcəkdi. Platformanın kənarında 27 yaşlı Murad dayanmışdı. Əlində köhnə bir canta, cibində isə cəmi 18 manat pulu vardı. O şəhəri tərk etməyə qərar vermişdi. İş tapa bilməmişdi. Borcları artmışdı. Özünü ailəsinə yük kimi hiss edirdi. Qərarı qəfil olsa da ürəyində çoxdan yetişmişdi. Skamyada bir qadın oturmuşdu, təxminən 60 yaşlarında. Əlində isti çay, dolu termos vardı. Muradın əsdiyini görüb səssizcə yaxınlaşdı. "Oğlum, çay içərsən?" dedi. Murad əvvəlcə imtina etdi, sonra təşəkkür edib stəkanı götürdü. İsti çay əllərini isidərkən qadın soruşdu. "Hara gedirsən bu gecə?" Murad çiyinlərini çəkdi. "Fərqi yoxdur. Harada iş tapsam, ora." Qadın gülümsədi, amma gözlərində qəribə bir kədər vardı. "Mən də bir vaxtlar belə getmişdim," dedi. "Amma qaçmaq həmişə çıxış yolu deyil." Murad susdu. Qadın davam etdi. "Oğlum da sənin yaşlarında idi. Bir gecə belə qatarla getdi. Ana, qayıdacağam," dedi. Amma illərdir xəbər yoxdur. Platformada sükut çökdü. Uzaqdan qatarın işıqları göründü. Muradın ürəyi sıxıldı. Öz anası yadına düşdü. Səhər onun üçün süfrə açan, heç nə deməsə də gözlərində narahatlıq olan anası. Qatar yaxınlaşdı, qapılar açıldı. İnsanlar minməyə başladı. Qadın sakitcə dedi. "Bəzən qalmaq daha böyük cəsarətdir." Murad çantasını sıxdı. Bir addım irəli atdı, sonra dayandı. Qatar fit verdi. Qapılar bağlandı. Qatar uzaqlaşdı. Murad platformada qaldı. Qadın ona baxıb yüngülcə gülümsədi. "Evə get, oğlum." Murad başını tərpətdi. Qadına təşəkkür etmək üçün çevrildi. Amma platformada heç kim yox idi. Skamya boş idi. Qarın üstündə isə yalnız bir cüt ayağın izi görünürdü. Muradın izi. O gecə Murad evə qayıtdı. Səhəri gün iş axtarmağa yenidən başladı. Aylar sonra kiçik bir təmir sexində iş tapdı. Sonra öz emalatxanasını açdı. İllər keçdi. Hər dəfə vağzalın yanından keçəndə o gecəni xatırladı. Bəzən insanın həyatını dəyişən böyük hadisələr yox, soyuq bir gecədə verilən isti bir stəkan çay olur. Müəllim Püstə Sahib qızı.